siqaret, hətta elektron siqaretin özü, qəlyan, bunlar hamısı zərərli vərdişlər olaraq orqanizmə və konkret olaraq uroloji sistemə neqativ təsir göstərir. Bunun hər birini punktual olaraq xırdalayaraq izah edim sizə. Misal üçün, siqaretin adını çəkdik. Siqaret tüstüsünün tərkibində nikotin var. Nikotin orqanizmə neyrotoksik təsir göstərir. Bu nə deməkdir? Mərkəzi sinir sistemi tərəfindən bir toksik təsir alır və avtomatik olaraq vegetativ sinir sistemi sıradan çıxmağa başlayır və özünü necə büruzə verir? Əvvəl-əvvəl ürək döyünmələrin sayı azalır. Ürək döyünmələrinin sayı azalır və periferik orqanlara, o cümlədən uroloji sistem orqanlarına qan az getməyə başlayır. Orqanizm avtomatik olaraq bunu kompensasiya etmək istəyir və buna cavab reaksiyası olaraq təzyiqi qaldırır. Təzyiq qalxır, ürək döyünmələrinin sayı artır. Bu cür orqanizmə siqaret tüstüsünün tərkibindəki nikotin